Balakən şəhərinin mərkəzində həyəcanlı ev satışa çıxarılır. Naves 33 metradır, enliliyi 5 metr yarımdır. Şam taxtadan tavanı afşifka olunmuşdur. Bu hissədə yonmaq kubikdir. Qeyd etdiyim kimi 33 metr uzunluğudur, enliliyi 5 metr yarımdır. Baş tərəfində otaq kəsilmişdir. Yay mətbəxi kimi istifadə olunur. Bütün əşyalar evdə qalacaq. Bu hissədə də yeri metlaqdır. Evdə hər bir şey iştəkardadır. Həyətin suyu daimi gəlir, yəni çay suyudur. Möhkəm şəkildə tikilmiş evdir. Ev 400 kvadratdır. Həyətinə aid ayaq yolusudur. Yonma kubik daşdan tikilmişdir. Alt mərtəbəsində maşın qarajıdır. Pərdələr Rusun dəmir şveyleridir. Gördüyünüz kimi hamısı dəmirdəndir. Möhkəm şəkildə tikilmiş evdir. Bu hissədən də otaqlara keçid qoyulmuşdur. Gördüyünüz kimi altında da bir neçə otaqları vardır. Evin bu hissəsi gördüyünüz kimi mərtəbə arası beton monolitdir. Kombi sistemi quraşdırılmışdır, yəni işdəki haldadır. Hamam üçün ayrı, ev isitməsi üçün ayrı kombi. Kubik daşdan tikilmiş 6 tonluq su hövzəsi. On üç pilləkən torpaq səviyyəsindən hündürdə tikilmişdir. Padvallı evdir. Evin girəcəyində geniş qonaq otağıdır, tam təmirlidir. Mərtəbə arası beton monolitdir. Geniş hamamı ayaq yolusu. Bu da tam təmirlidir. Kağız divarları da, yəni aboylar da keyfiyyətli aboylardır. Yataq otağı. İkinci yataq otağı. Yataq otaqları da çox genişdir. Üçüncü
yataq otağı. Pəncərələrin hamısı dəmir reşotkalıdır. Bu hissədə mətbəxdir. Mətbəx mebelidir. Keyfiyyətlidir. Qeyd etdiyim kimi bütün əşyalar evdə qalacaqdır. Satışa çıxarılan ev 8 otaqdan ibarətdir. 400 kvadratdır. Gördüyünüz kimi çox geniş evdir. Bu otaq da çox genişdir. Evdə xeyli vaxtı yaşayış yoxdur. Satışa çıxarılan ev Qubcalıdır. Qeyd etdiyim kimi evdən heç bir əşya götürülməyəcək. Hal-hazırda bu evdə yaşayış yoxdur. Ziyalı və vəzifəli insanın evi olubdur. Ev çox möhkəm şəkildə tikilmişdir. Qubcalıdır, qiyməti 140 min manata təklif olunur.